Salam, növbəti izahımız olacaqdır onurğada olan əyriliklər haqqında danışmağa. Biz bilirik ki, insan onurğalılara aiddir. Onurğanın 5 şöbəsi var: boyun, döş, bel, oma və büzdüm hissəsi. Onurğa sütunumuzda əyriliklər mövcuddur. Hansı ki, bu əyriliklər normal ola bilər, bir də patoloji ola bilər. Normal əyriliklərimiz var. Hansı ki, bunlar nə vaxtdan başlayır yaranmağa? Məsələn, boyun əyriliyi var. Hansı ki, boyun əyriliyi yaranmağa başlayır körpə vaxtlarından, postembrional inkişafın 3-4 ayından etibarən. Bu oldu boyun əyriliyinin yaranması. Sonra var döş əyriliyinin və yaxud da bel əyriliyinin yaranması. Bu da əsasən körpənin oturduğu vaxtlardan başlayır yaranmağa. Döş əyriliyində isə təqribən körpə 6-9 aylarından başlayaraq yaranır. Sonra oma əyriliyi var. Hansı ki, oma əyriliyi də körpənin yeriməyə başladığı müddətdən, yəni 1 yaşından etibarən başlayır yaranmağa. Bir də büzdüm əyriliyi var. Hansı ki, bu əyrilik də embrional dövrdə yaranır. Yəni ana bətnində olarkən yaranır. Əgər burada dediyimiz əyriliklər həddindən artıq çox olarsa, müəyyən bir patologiyalara gətirib çıxarır. Hansı ki, burada da həmin o xəstəliklər var. Gəlin indi onurğanın patologiyaları, yəni əyriliklərin həddən çox olması haqqında danışaq. Biz bilirik ki, boyun, bel önə doğru əyilmə olur. Bu lordozdur. Burada da göründüyü kimi, məsələn, burada görürsünüz beldir. Bel normadan artıq çox önə əyildikdə və yaxud da bu eynən boyunda da ola bilər. Boyun çox əyri olduqda önə doğru. Buna lordoz deyirik. Həddindən artıq önə doğru əyilmə. Sonra var döş və bel hissə. Döş və bel hissə arxaya doğru olur. Məsələn, normalda onurğanın döş hissəsi burada bitməlidir. Lakin görürsünüz burada bitirdi. Deməli, həddindən artıq arxaya doğru gedibsə, bu kifozdur. Bunlar patologiyadır. Yəni, həddindən artıq önə, həddindən artıq arxaya doğru olan bir xəstəliklərdir. Ortaya çıxıb patoloji kifoz, patoloji lordoz. Sonra var skalyoz. Skalyoz isə onurğanın sütununun yanlara doğru əyilməsindən ibarət olan bir xəstəlikdir. Hansı ki, bu xəstələrdə ayaqların biri uzun, biri qısa olur. Ağır əşyalar götürə bilmir. Bədən qeyri-stabil, yəni yaxşı görünmür. Kənardan sual işarəsinə bənzəyir. Hansı ki, skalyozu olan insanlar. Bu xəstəliklərə diqqət yetirmək lazımdır. Bizə buradan nə tərs suallar qarşılaya bilər? Hansı ki, deyə bilər ki, lordozu əmələ gətirən əyriliklər və yaxud da fəqərələrdə say cəmi nəyə bərabərdir? Hansı ki, boyunda 7 fəqərə, 5-də bel, lordozu əmələ gətirən sümüklərin sayı bizə verəcək 12 ədəd. Kifozu əmələ gətirənlərin sayı döşdə 12 fəqərə, beldə 5 fəqərə, cəmi 17 dənə fəqərə əmələ gətirə bilər. Bunlara diqqət yetirmək lazımdır.